Laçının hər bir qarış torpağı bizim üçün doğmadır, müqəddəsdir. Bu torpağın həsrəti ilə ölənlərimiz çox oldu. Bu günləri yaşamağı isə bütün keçmiş məcburi köçkünlər arzu edirəm. İllərlə hər birimiz bu köçün xəyalı və həsrəti ilə yaşamışıq. Bu sözləri Laçın rayonunun Bəylik kəndindən köç edən keçmiş məcburi köçkün Xatirə Quliyeva deyib. O bildirib ki, Laçından çıxarkən oğlunun 4 yaşı var idi, bugünsə 11 yaşlı nəvəsi ilə öz doğma yurduna qayıdır. Qeyd edək ki, bugün Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə daha 41 ailə, yəni 163 nəfər öz doğma torpağına qayıdıb. Oğlumla, qızımla qayıdıram. Ölənlərimizə də Allah rəhmət eləsin. Laçın həsrəti ilə ölənlərimiz çox oldu. Gələndə 7 nəfər idi, indi 3 nəfər qayıdırıq. 33 ildən sonra bir yuxu kimi gəlir. Mən şəxsən inanmırdım ki, qayıdaram. Laçından çıxanda mən 9-da oxuyurdum. Amma bugün 47 yaşında vətənə dönülür. Həm sevindiricidir, həm kədərləndiricidir. Bugün bizi əlimizdən tutub gətirən valideynlər yoxdur. Biz axır ki, doğulduğumuz vətənə qayıdırıq. Azərbaycan bizim vətənimizdir, onsuz da hər yer. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Dövlət başçımıza can sağlığı versin. Bundan da artıq uğurlar arzulayırıq. Sağ olsun ki, bizi doğulduğumuz torpağa qaytarır.